Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Kenyada uzun müddət müxalifət lideri olan Raila Amolo Odinga'nın vəfatından sonra ölkədə 7 günlük milli matəm elan edilib. Onun səhhəti ilə bağlı həftələrlə davam edən söz-söhbətlərdən sonra çərşənbə günü Hindistan xəstəxanasında səhər gəzintisi zamanı 80 yaşında dünyasını dəyişdiyi rəsmən elan edilib. Nes 24 az xəbər verir ki, Odinga 5 dəfə prezidentliyə namizədliyini irəli sürüb, lakin heç vaxt seçkilərdə qalib gəlməyib. O, baş nazir vəzifəsində çalışıb və müasir Kenya tarixində əsas fiqurlardan biri olub. Çoxları üçün o, demokratiya, ədalət və islahatlar uğrunda mübarizənin simvolu olub. Odinga'nın cəsədi Hindistandan Nairobiyə qaytarıldıqdan sonra xaos və izdihamla müşayiət olunan kütləvi yas mərasimləri başlayıb. Medianın məlumatına görə, polis Odinga'nın cəsədinin ictimaiyyətin nümayiş etdirildiyi stadionda siyasətçiyə son ehtiramlarını bildirmək üçün toplaşan böyük izdihamı dağıtmağa cəhd edərkən ən azı 3 nəfər həlak olub.